Azərbaycanın ən soyuq 10 rayonu hansılardır? Qış aylarında bəzi bölgələrdə hava çox soyuq olur. Temperatur kəskin şəkildə aşağı düşür. Ölkəmizdə -40 dərəcə şaxta olan rayonu tanıyırsınızmı? Elə rayonlar var ki, 20, 25, hətta 35 dərəcə şaxtalar qeydə alınır. Ümumiyyətlə, ölkədə havanın sərt keçməsinə səbəb olan amillər hansılardır? Hazırda da ölkəmizdə havalar kəskin soyub, bütün bölgələrimizə qar yağır. Yerin Qulağı kanalı bunu nəzərə alaraq ən soyuq rayonları araşdırıb. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Havanın ən soyuq keçdiyi əraziləri yalnız coğrafi faktorlara görə müəyyənləşdirmək düzgün olmaz. Çünki bəzən eyni coğrafi enlikdə yerləşən iki yaşayış məntəqəsində temperatur fərqləri müşahidə olunur. Bu fərqlər relyef, hava axınları və iqlim dəyişiklikləri ilə bağlıdır. Azərbaycanda havanın ən sərt keçdiyi ərazilər əsasən Böyük və Kiçik Qafqaz dağlarında yerləşir. Hündürlük artdıqca temperatur azalır. Şaxdağ, Bazardüzü, Murovdağ, Tufandağ və digər yüksək dağlıq ərazilərdə temperatur qış aylarında -30 dərəcədən aşağı düşə bilir. Dəniz və göl təsiri, iqlim şəraiti, bitki örtüyü və meşəliklər, hündürlük fərqləri, bu amillər nəzərə alınaraq bu siyahı hazırlanıb. Budur ən soyuq 10 rayonumuz. 10-cu yerdə Quba rayonu gəlir. Quba rayonunda qış özünü xüsusilə dağlıq ərazilərdə hiss etdirir. Rayonun yüksək hissələrində temperatur qış aylarında -20 dərəcəyə qədər enə bilir. Qırız, Xınalıq kimi kəndlərdə qış aylarla davam edir. Yollar tez-tez qar altında qalır. Rəsmi məlumatlara görə Qubada orta qış temperaturu -5 dərəcə ilə -10 dərəcə arasında dəyişir. Dənizə nisbətən yaxın olmasına baxmayaraq, dağ relyefi burada havanı sərtləşdirir. Kənd təsərrüfatı və heyvandarlıq qışda ciddi çətinliklərlə üzləşir. Yüksək dağlıqda soyuq və dağ tundra iqlimi hakimdir. Rayon ərazisində Qızılqaya 3726, Babadağ 3629, Şahnəzər 2879 metr zirvələri var. 9-cu yer Şəki rayonu. Ən soyuq rayonlardan biri olan Şəki qışın şaxtalı havası ilə seçilir. Uzaq dağlıq ərazilər qarla örtülür və yollar bəzən buzlu olur. Soyuq hava şəhərin mənzərəsinə xüsusi sakitlik və səssizlik qatır. Böyük Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını alır, yoxsa Şəkidə havalar daha soyuq olar. Dəniz səviyyəsindən 500-850 metr hündürlükdə yerləşir. Xüsusən yanvar-fevral ayları çox soyuq keçir. Hazırda da Şəkiyə güclü qar yağır. 8-ci yerdə Qusar rayonu gəlir. Qusar Azərbaycanın ən soyuq rayonlarından biri hesab olunur. Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Şax dağa yaxınlıq, yüksək dağ massivi və güclü hava axınları bu rayonu soyuq tunelə çevrilir. Qış aylarında temperatur tez-tez -25 dərəcəyə qədər düşürür. Bəli, -25 dərəcəyədək. Küləklə birlikdə hiss edilən soyuq daha da artır. Qusar və Şax dağ əraziləri qış aylarında güclü küləklərə məruz qalır. Bu da temperaturun hiss edilən dərəcəsini daha da aşağı salır. Rəsmi müşahidələrdə Qusarda uzun müddətli şaxtalar qeydə alınıb. Azərbaycanda mövcud olan 9 iqlim tipindən 4-ünə Qusar rayon ərazisində rast gəlinir. Orta temperatur yanvarda düzənlikdə 1 dərəcə, yüksək dağlarda isə -14 dərəcə olur. 7-ci yer Astara rayonu. Astara rütubətli iqlim ilə fərqlənir. Dağlıq ərazilərdə qış aylarında temperatur -5 dərəcədən aşağı düşür. Yağıntının çoxluğu, dənizdən gələn rütubət və meşə örtüyü havanı aldadıcı şəkildə yumşaq göstərsə də, əslində bu soyuq insanı daha tez üşüdür. Astaranın qışı səssiz və ağırdır. Astara rayonu Aran və dağ zonasından ibarətdir. Rayonun şərqində Xəzər dənizi dalğalanır və qərbində isə zəngin meşəli Talış sıra dağları dayanır. Relyefi qərbdə dağlıq, Talış silsilələri, şimal-şərqdə düzənliklərdir, Lənkəran ovalığı. Dağlıq hissədə bəzi zirvələrin hündürlüyü 2000 metrə yaxındır. 6-cı yerdə Lənkəran rayonu gəlir. İlk baxışda Lənkəranı bu siyahıda görmək təəccüblü görünə bilər. Lakin rayonun dağətəyi və meşəlik hissələrində qış aylarında temperatur kəskin enir. Rəsmi göstəricilərə görə Lənkəranın bəzi kəndlərində qışda temperatur 0 dərəcədən aşağı düşür. Rütubət isə soyuğu daha kəskin hiss etdirir. Burada soyuq açıq şaxta yox, sümüklərə işləyən nəmli hava ilə özünü göstərir. Lənkəran Azərbaycan Respublikası daxilində mövcud olan 5 təbii coğrafi vilayətdən biridir. Ən soyuq ay yanvar ayıdır. 5-ci yer Şamaxı rayonu.
Şamaxı rayonunda qışlar əsasən küləkli və soyuq keçir. Yüksək yaylaqlar və açıq relyef burada istiliyi saxlamır. Qış aylarında temperatur -15 dərəcəyə qədər düşür. Tarixən Şamaxı qışları ilə tanınıb. Güclü küləklər səbəbindən hiss edilən temperatur real göstəricidən xeyli aşağı olur. Müxtəlif dağətəyi bölgələrin relyefi və coğrafi mövqeyi onların iqliminə təsir edir. Məsələn, Şamaxı və İsmayıllının bəzi dağətəyi kəndlərində mülayim qış şəraiti müşahidə olunsa da, dağlıq hissələrdə temperatur çox aşağı düşür. Dördüncü yerdə İsmayıllı rayonu gəlir. İsmayıllının dağlıq hissələri, xüsusilə Lahıc və ətraf kəndlər qışda sərt iqlimlə üzləşir. Temperatur -20 dərəcəyə qədər enə bilir. Relyefi mürəkkəbliyi səbəbindən bəzi kəndlərdə qış daha uzun sürür. Dağlıq ərazilərdə qar örtüyü aylarla qalır və bu da həyat şəraitini çətinləşdirir. Dağətəyi ərazilər əsasən 500-1500 metr aralığında yerləşir. Əgər bir yer 500-800 metr hündürlükdədirsə, orada daha mülayim iqlim olur. Ancaq 1000 metr və yuxarı yüksəkliklərdə temperatur kəskin şəkildə aşağı düşə bilir. Üçüncü yer Zaqatala rayonu. Zaqatala meşəlikləri ilə tanınsa da, dağlıq ərazilərdə qış olduqca sərtdir. Temperatur -15 dərəcəyə qədər enir. Meşələr müəyyən qədər istilik saxlayır, lakin yüksəklik artdıqca bu təsir zəifləyir. Zaqatalada qış daha çox gecələr özünü göstərir. Meşələrlə örtülü dağətəyi ərazilərdə qış aylarında istilik daha çox qorunur və sərt soyuqlar müşahidə edilmir. Məsələn, Zaqatala və Balakən bölgələrinin meşəlik ərazilərində bu təsiri görmək mümkündür. Yoxsa bu bölgələr daha çox soyuq olar. İkinci yer Balakən rayonu gəlir. Balakən rayonunda qışlar xüsusilə dağlıq kəndlərdə sərt keçir. Böyük Qafqaz silsiləsinə yaxınlıq temperaturun kəskin düşməsinə səbəb olur. Rəsmi məlumatlara görə Balakənin yüksək hissələrində -18 dərəcəyə qədər şaxtalar qeydə alınıb. Qış burada uzun və səbr tələb edən fəsildir. Və birinci yer, ən soyuq rayon. Azərbaycanın ən soyuq rayonu, bölgəsi Naxçıvan və Ordubad rayonudur. Ordubad təkcə siyahıda yox, tarixdə də var. Belə ki, Azərbaycanın rəsmi meteoroloji qeydlərinə görə ölkədə ən aşağı temperatur məhz Ordubadda qeydə alınıb. Bu göstərici -40 dərəcədir. Kəskin kontinental iqlim, dənizdən uzaqlıq və yüksək dağlıq ərazilər Ordubadı Azərbaycanın ən sərt qış bölgəsinə çevirir. Qış aylarında temperatur tez-tez -30 dərəcədən aşağı düşür. Şahbuz rayonu da Naxçıvanın kontinental iqliminin təsirindədir. Qış aylarında burada Şahbuzda temperatur -25 dərəcəyə qədər enir. Az yağıntı, güclü küləklər və gecə-gündüz temperatur fərqlərinin böyük olması burada qışı daha da çətinləşdirir. Naxçıvanda kontinental iqlimə xas olan başqa bir xüsusiyyət gündüz və gecə arasında temperatur fərqinin 15-20 dərəcə və daha çox olmasıdır. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.